Sistemdə qızların fəaliyyəti, onların inkişafının dəstəkləmək üçün Huma Quşu Təhsil Fondunun həyata keçirdiyi layihə Azersil tərəfindən dəstəkləndi. Əslində ilkin olaraq 5 nəfər qızın bu layihədə təqaüd qazanması gözlənilirdi, amma seçim mərhələsində elə oldu ki, biz qızların arasında çox çətinlik çəkdik seçim edəndə. Çünki çox ağıllı, çox əzmkar qızlar bu layihəyə qoşuldular, müsabiqəyə qoşuldular və onların arasında fərqlər çox az oldu. Bu səbəbdən Huma Quşu Fondunun idarə heyəti qərara gəldi ki, biz daha 5 qıza şans verək. Ona görə qızlar da niyə cəhd eləməsinlər ki? Niyə özlərini sınamasınlar? Bəlkə müəyyən o mədəni bariyerlər var, mental bariyerlər var ki, sadəcə onları keçmək lazımdır. Baxın, bizim sistemdəki qalib qızlarımızın biz qiymətləndirdiyimiz bir meyar cəsarətlilikləri idi. Yaxud da ki, açıq fikirlilikləri, başqalarından fərqli yanaşmaları. Ona görə də onlar bu layihədə uğurlu oldular və artıq bu sahədədirlər.